İyunun 15-də Berlində Almaniya kanslerliyinin binası qarşısında bir qrup Azərbaycanlı mühacir acılıq aksiyasına başlayıb. Onlar Azərbaycan hakimiyyətindən siyasi məhbus kimi tanınan qadın jurnalistlərin və inancılı qadınların azad edilməsini tələb edirlər. Hər bir Azərbaycan xalqının kişiləri bu barədə düşünməlidir ki, nə üçün haqq sözü yazanlar, İmam ehsanı paylayanlar bu günləri Azərbaycan həbsxanalarında onlara məhdudiyyətlər qorunmalıdır, onlara çətinliklər yaradılmalıdır. Mühacirlərin azadlıq tələb etdiyi qadınlardan 9-u Abzas Media və Meydan TV işləri üzrə həbs olunmuş jurnalistlərdir. Digər 6 nəfər isə inancılı fəallardır. Onlar ötən ilin avqustunda Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar. Biz Azərbaycan hakimiyyətinə bir mesaj ötürürük. Çünki bilirsiniz ki, Azərbaycanda bu mesajı heç kim ötürə bilmir. Həbs edirlər həmən insanları, şərləyirlər həmən insanları. Mühacirlər aksiyanı iyulun 25-nə qədər davam etdirməyə planlaşdırırlar.